Sizə maraqlı nöqtə deyim. Biz bir dənə kəlmə işlədirik. Əhli əyal. Ev əhli. İşlədirik. Əhli kəlməsi. Quranın kəlməsindən də əhlül beyt. Beyt nədir ərəb dilində? Ev. Əhlül beyt nədir? Ev əhli. Əhl yəni nə deməkdir bilirsiniz? Əhl kəlməsi ərəb dilindən tərcümədə ünsiyyət deməkdir. Ünsiyyət deməkdir. Əhl kəlməsi ərəb dilindən tərcümədən çıxardıram lüğətdən. Əhl kəlməsi ünsiyyət deməkdir, ünsiyyət. Niyə ailə əhldir? Yəni bunlar bir-birinə ünsiyyət qurur. Zehniyyəti ilə ünsiyyət qurur, bu onun dünyası ilə ünsiyyət qurur, bu bunun dünyası ilə və yekunda da Allahla ünsiyyət qururlar. Anladınız? Ona görə əhildilər. Əhlül beytdilər. Kişinin əhlidir xanım. Ona görə əhl kəlməsi özündən də içinə gedəndə görsən ki, nə yatıb? İçində böyük bir məna yatıb. Bəli, böyük bir məna yatıb. Biz təfəkkürü ilə yaşamalı. Artıq 30 dəqiqəm oldu, hə? Asıl yekunlaşdırım, çox yazmışdım, təəssüf. Gələn cümlə danışıram. Biz təfəkkürü ilə yaşamalıyıq, biz təfəkkürü ilə. Mən təfəkkürü ilə deyim. Və biz təfəkküründə də zirvədə kim dayanır? Allah dayanır. Problemləri Allahın buyurduğu kimi həll edirik. Mənim istəyim yox, Allahın istəyi.